Salam, hər vaxtınız xeyir olsun. Kəsmək feili necə çox mənalı söz kimi işlənir, ona nəzər yetirəcəyik və biz bilirik ki, mətn suallarında Azərbaycan dilində buraxılışda yetəri qədər çox mənalı sözlərdən bizim qarşımıza çıxır, həmçinin blok imtahanında da qarşınıza çıxa bilər. Gəlin baxaq. Kəsmək feili bölmək, parçalamaq mənasında ilkin mənanı verir. Məsələn, deyirəm çörəyi kəsmək. Nə deməkdir? Yəni iki yerə ayırmaq deməkdir, iki yerə parçalamaq deməkdir. Ağacın budağını kəsmək, ipi kəsmək. Gördüyünüz kimi ilkin mənasında işləndi. Digər mənasında yaralamaq mənasında işlədə bilərik ki, burada necə olur? Əlini kəsmək. Yəni tutaq ki, əlini kəsmək dedikdə əlini yaralamaq mənasını biz nəzərdə tuturuq. Barmağını kəsmək tutaq ki, yəni barmağın bir hissəsini kəsirik. Daha sonra saç kəsmək bütövlükdə kəsib atmaq mənasını verir. Digər mənalarına baxaq. Məsələn, deyirəm ki, rezin ayağımı kəsir. Burada nə deməkdir? Bədəni sıxan bir şeydən ağrı hiss eləmək. Yəni götürüb orada bir yara açmır ki, kəsmək. Gördüyünüz nədir? Çox mənalı söz kimi işləndi. İz qoymaq mənasında işləndi burada. Qısaltmaq, gödətmək mənasında olduqda saçını kəsmək mənasını verir. Paltarın ətəyindən kəsmək mənasını verir. Şiddətli təsir etmək, kəskin ağrı vermək, göynətmək mənasını deyirəm, şaxta kəsir. Deyirəm, şaxta ayağımı kəsir. Yəni soyuqdur, o qədər soyuqdur, şaxtadır ki, mənim ayağımı kəsir. Məcazi mənada işlətdim gördüyünüz kimi. Dayandırmaq, saxlamaq, son vermək mənasında. Məsələn, deyirəm ki, ağlamağını kəsib xəyala getmişdi. Gördüyünüz kimi bu nümunədə necə işləndi? Yəni ağlamağını dayandırdı və sonra xəyala getdi. Yaxud da deyirəm, yuxuya getdi mənasında. Uşaq qorxusuna dərhal ufultusunu kəsdi. Yəni dayandırdı mənasında işləndi. Daha sonra daha verməmək, məhrum etmək, istifadəsini dayandırmaq mənasında. Telefonu kəsmək, gördüyünüz kimi, işığı kəsmək, suyu kəsmək, qazı kəsmək. Neynədim? Dayandırdım. İstifadəsini dayandırdım. Bir yeri tutub dayanmaq, qapını kəsmək, kəsib durmaq mənasında. Məsələn, deyirik, şəhərin dərvişləri, dilənçiləri, seyid və mollaları tamamilə yolun sağını və solunu kəsmişlər. Yolu kəsmək, yəni ki, yolun ağzını tutmaq. Məcazi mənada desək. Ara verməyi, dayanmaq, sakitləşmək mənasında sulu qar kəsmişdi. Demək, nə oldu? Dayanmışdı mənasında işləndi. Örtməyə mane olmaq, qabağını tutmaq mənasında. Deyirəm ki, qayalıq, ağaclıq kəsmişdi yolu. Qarşısını kəsmişdi mənasında. Kəsici bir şeylə öldürmək mənasında. Bir-bir kəsəcək ağa dərviş bizi məstavər. Demək, burada nə oldu? Öldürmək mənasında işləndi. Kəsmək mənasında. Yəni ki, götürüb nə eləsə kəsəcək mənasında işləməyib. Yəni, ümumiyyətlə orada kəsmək feili deyirik, bir-bir kəsəcək ağa dərviş bizi məstavər. Burada öldürmək mənasını ifadə etdi. Daha sonra gördüyünüz kimi neçə mənası var. Kəsici bir şeylə öldürmək dedi, cəza təyin etmək, cəza vermək, tənbih kəsmək, iş kəsmək. Deyirəm, məhkəmədə onun işi kəsildi, yəni cəza verildi mənasında. Qırmaq, doğramaq mənasında. Deyirəm ki, meynələri kəsmək. Gördüyünüz kimi budamaq mənasında işləndi. Ağa, mənim öz əlimlə əkib becərdiyim badamlığı kəsirlər. Yəni qırırlar mənasında. Hər hansı bir səbəbə görə tutmaq, saxlamaq, verməmək, maaşını kəsmək nə deməkdir? Yəni maaşının müəyyən bir hissəsini verməmək mənasında deyirik. Qəlbə tökmək və ya döyməklə hazırlamaq, kərpiç kəsmək, pul kəsmək, pul haqqında dedikdə pul kəsmək deyə bilərik. Boyuna, bədəninə görə ölçüb biçmək, paltar kəsmək mənasında, yəni boyuna görə paltar tikmək mənasında işləndi. Çəpərləmək, hasarlamaq, ayırmaq mənasında deyirik ki, otağı ortadan kəsmək. Nədir? Otağı ayırdı, yəni iki yerə ayırdı. Daha sonra davam edirik. Bir işi görüb başa çatdırmaq, tamamlamaq mənasında xana kəsmək. Qərənfil xala corablarının ikisini də dabanını toxuyub kəsdi. Yəni bitirdi. Oğurlamaq, yarmaq mənasında ev kəsmək, ev soymaq mənasında işləndi gördüyünüz kimi.
qarşısını almaq mənasında, məsələn, ağrını kəsmək, dayandırmaq mənasındadır. Danışıq dilində və köhnəlmiş söz kimi biz çoxmənalı sözləri yaza bilmərik. Daha sonra baxaq, varmı digər mənası da? Yoxdur. Məsələn, digər feillərin içərisində işlənə bilər. Baxın, ayağını kəsmək, gözünü kəsmək, dil kəsmək. Gördüyünüz frazeoloji birləşmə kimi kəsmək o sözlərin daxilində işlənə bildi.